Aziz İran halkı, siz tek değilsiniz. Bütün dünyada olan azad insanlar sizin kenarınızdadır. Bakmayarak ki bazı insanlar gələ bilmirlər, ama hamısının ürəkləri sizin yanınızdadır. Qurban olaram sizin qeyrətüzə, əsl qalibiyyət budur. 60 gündür meydanlarda öz qeyrətüzü, öz şücaətüzü bütün dünyaya göstərirsiniz. Siyonist İsrail rejimi ve qaniçən Amerika rejimi gəlib İranda terror etməklə, günahsız insanları öldürməklə özlerine qəhrəman deyirlər. Günahsız insanları, uşaqları qətlə yetirmək qəhrəmanlıq deyil, bir şərəflidir, bir qeyrətlidir ki, onu da bugün Amerika ve İsrail rejimi edir.